Qurbamberdiyevə sual veriblər ki, Turan Tovuz çempionatın lideridir. Amma sizdən milli komandaya gedən yox idi. Bir Faiq Hacıyevdir, o da artıq ehtiyata düşüb. Mən Qurbamberdiyevin cavabını çox bəyəndim. Qurbamberdiyev deyir ki, mən futbolçulara Azərbaycanlı, milli üzvü və s. legioner kimi yanaşmıram. Kim güclüdürsə heyətdə o düşməlidir. Silva çox güclüdür. Silvanı qoyub necə Faiq oynadısan bu dəqiqə? Mümkün deyil. Bizən Azərbaycan futbolunda mən həmişə demişəm, bəzi o doğru olmayan yanaşmalar var. Klubdur, milli-millidir. Avropada ümumiyyətlə belə söhbətlər yoxdur. Sən Chelsea-nin baş məşqçisinə, ya Manchester City-nin baş məşqçisinə gelib deyə bilərsənmi ki, sən niyə İngilisi oynatmırsan, məsələn, bir İspanı oynadırsan, necə gedişinlə məşğul ol, mən klubumla məşğulam. Mən düzdür, Türkiyə futbolunu yaxından izləmirəm, amma inanmaram ki, Fənərbağça, nə bilim, Beşiktaş, Qalatasaray hansısa bir əhəmiyyətli oyuna çıxanda, xal almaq istəyəndə o məntiqlə yanaşsın ki, bu türkdür, bu əcnəbidir. Kim yaxşı formadadır, kim komandaya xeyir verəcəksə, kimlə qələbə qazanmaq daha realdırsa, ona üstünlük verəcəklər. Qurbamberdiyevin qarşısında tapşırıq var. Komanda çempionluq mübarizəsinin içində olmalıdır. Çempionluq üçün çalışmalıdır, oynasın. Və burada o ona baxmayacaq ki, Faiq Azərbaycanlıdır, ya kimsə İspandır, kimsə Afrikalıdır. Oyunçu, yaxşı oynayır, oynayacaq, oynamır, oynamayacaq. Və biz legioner limitinin ləğvinə gedəndə bunları göz önünə almışdıq. Ki, klub futbolu məhz belə qalxmalıdır. Və bugün əslində Azərbaycanlı futbolçuların üzərinə də bir məsuliyyət düşür. Nə qədər limitin hesabına oynamaq olar? Neçə illərdir Azərbaycanlı futbolçuların elələri olub ki, haqq eləməyiblər start heyətdə oynamağa, amma legionerlərə limit var deyə start heyətdə çıxıb oynayır. Mən Faiqa eləmirəm, amma ümumiyyətlə danışıram. Ki, Azərbaycanlı futbolçuların da üzərinə məsuliyyət düşür. Hər bir sahədə, hər bir işdə rəqabət olanda inkişaf daha da tezləşir. İnkişaf olmaq üçün rəqabət qaçılmazdır. Açıq rəqabətdir. Güclüsənsə Silvadan oyna. Yox, gücün çatmırsa, onda Turan Tovuz kimi çempionluq oynayan komandada oynama. Get, aşağı yerlərdə oynayan bir komanda tap. Məsələn, deyə Şamax ola bilər, İmişli, nə bilim kim var orada, Qəbələ, Karvan. Get orada oyna. Nə məcburdur ki, çempionluğa oynayan komanda heyətində olsun. Ona görə şərtlər hamı üçün bərabərdir. Bacar oynasın, bacarmır oynamasın. Və